O dövrdən sonraki tarixi mərhələlərdə bir çox ərazilərdə daş üzərində qazılmış buynuzlu qoç, buğa şəkilləri ona işarə idi ki, yer həyatı bu ərəfədə dünya tufanından sonra ikinci dəfə başlayıb. Bu işarələr bütün bəşəriyyətə yaddaş tövsiyəsi idi. O insanlar bir çox halları yaddaşlaşdırırdılar. Ən böyük yaddaş su yaddaşı hesab olunurdu. Çünki suyun yaddaş daşıyıcısı olması o insanlara bir daha yad olundu ki, suya mehriban olaq. Sudan su ilə xilas olduq. İstəklərimiz, düşüncələrimiz xilas etdi bizi. Suya deyilən hər söz, hər düşüncə sular arasında dolaşar. Əzabını, dərdini, xəstəliyini demə suya. O özündə daşıyar. O özünə, sənə qaytarar. Mehribançılığı, istəklərini, həsrət çəkdiyini, sevincini de suya. Tapa bilmədiklərini de suya. Sular sularla dolaşar, kömək gətirər sənə. Suyu əziz saxla, əziz bil. Su candır, canındır, canını əziz saxla. Qəribədir, yer üzünün yaddaş daşıyıcısı sudur. İnsanın yaddaş daşıyıcısı isə qandır. O da maye, bu da maye. O da axır, axmadadır, qan da axır, axmadadır. Yaddaş hallarını daşımaqdadır. Ürəyi də hərəkətə gətirən elə qandır. Ürək daxili üzvü kimi qanı hərəkətə gətirmir. Qan güclə hərəkətdə olub, ürəyin mədəciklərini hərəkətə gətirir. Bu ərəfədə Həzrəti Nuhdan o insanlara bir xitab da var idi. O təşəkkürlülük xitabı idi. Həzrəti Nuh o insanlara deyərdi ki, təşəkkürlü olaq, günəşə, suya, torpağa, insan törəməsinə kömək edər, yaşadar onlar. Başın üstündə işıq, sudan xilasın torpaqda oldu. Torpaq əziz oldu, xilaskarın oldu. Zorakılıq qarşısında dayanmalı olsaq, bir ovucunda daş, dayandığın torpaq, başın üstündə işıq. Düz ol, düzgün ol, xilasın ondadır. Hər hansı bir işə başlamamışdan əvvəl düşün. O edəcəyin iş nə ilə nəticələnər? Sonu nə ilə olar? Səfərə, uzağa gedən oğullarına, onların yanında gedənlərə tövsiyəsi var idi. Bir çimdik duz, bir çimdik torpaq, ovucunda bir qism su, yoğur onları birlikdə, yumrula onları birlikdə, yoluna yoldaş et onları birlikdə, nicat olar. O yollar sənlə birlikdə. Çətinliyə, sayğısızlığa düşsən, dayan. Sağ ayağını yerə, torpağa vur yerə. O bilər, torpaq bilər, deyərsən onda. Göyləri, səmaları çağır, əmin ol, eşidilər onda. Bu şərhlərin sonunda deyilirdi ki, əmin ol ki, yanlış olmaz. Tanrıya xitablar yanlış olmaz. Əmin ol ki, Tanrı yanlışları qəbul etməz. Əmin ol ki, Tanrı yanlış deməz. Sənin də xitabında əmin ol ki, ona yanlışlar olmaz. Sonraki tarixi mərhələlərdə əmin sözündə ə düşüb, a ilə əvəz olunub. İnsanların dilində amin olub. Tanrı, o Tanrını tanı, özünü tanı. Tanrı necə tanıyacaqsansa, özünü elə tanıyacaqsan. Əmin ki, əmin.